Azərbaycanda insanların böyük qisminin borcda yaşamağı, borc içində qalması və belə deyim də, borclu olması sizcə bu sistemin günahıdır, yoxsa insanların maliyyə savadsızlığından irəli gəlir? İnsanların maliyyə savadsızlığından irəli gəlir. Sistem daim olaraq sizi tətikləyəcək ki, siz onun köləsinə çevriləsiniz. Xüsusən bank sistemi sizi daim olaraq kredit oturtmaq istəyəcəkdir. Bir var, mən yeni iPhone 17 Pro almaq istəyirəm. Mənim maaşım, gəlirim buna imkan vermir. Ağıllı insan, varlı insan telefona gəlir maksimum bir həftəliyini xərcləyər. Maşına gəlir maksimum 3 aylığını xərcləyər. Amma kasıb insan gedəcəkdir, ayağını yorğana görə uzatmayacaqdır. Kasıb düşüncədə olan insan gedəcəkdir, 5 illik kreditə maşın alacaqdır, 1 illik kreditə telefon alacaqdır, odur. Bu, qısa müddətli düşüncə problemidir. Davranış iqtisadiyyatı bunu göstərir ki, insanlar uzun müddətli düşünə bilmir. Bugün və indi həzz almaq istəyir. Və onlardan soruşsanız, çox rasional deyəcəklər. Şimdi nə edirəm, qoy bugün yaxşı telefonum olsun, bugün yaxşı maşın sürüm. Demilər, maşın A nöqtəsindən B nöqtəsinə səni aparacaqdır da, özünü niyə görə bu qədər boş tələsinə salırsan? Ya da ipoteka kreditləri olsun. Ev almaq üçün çox vacibdir, əlbəttə ki, mən onu anlayıram. Amma 25 illik ipoteka girmək heç kimi məsləhət görmürəm, maksimum 15 illik. Yəni ki, 50-60 kvadrat alın, 100-150 kvadrat almayın. Yəni ki, maksimum borcdan uzaq durun.